bu 400 manat məbləğ deyil, 1000 manat, 1500 manat məbləğdir deyək, ortalama deyək. Hətta bu məbləğlə belə Azərbaycanda yəni gələcək qurmaq olar. Müxtəlif insanların istəkləri müxtəlif cürdür. Məni bir statistika narahat etdi. Əslində bu yaxınlarda Dövlət Vergi Xidmətinin səhv etmirəmsə 25 illik qeyd olundu və onlar orada 100 ən böyük vergi ödəyicilərin siyahısı açıqladı. Yəni orada bir şərh var ki, bu könüllü şəkildə olubdur. Könüllü şəkildə rəqəmlərin açıqlanmasına icazə verən şirkətlərin göstəriciləridir. Ola bilsin ki, yazı şirkətlər razılıq verməyiblər, amma o siyahıda olmalıdırlar. Amma ora baxanda siz görəcəksiniz ki, neft-qaz sektorundan sonra digər böyük vergi ödəyici banklardır. Bankların da gəlirliyi iki cür olur. Birinci korporativ biznes kreditləridir, biri də istehlak yönümlü kreditlərdir. Və istehlak yönümlü kreditlərin payı çox böyükdür. Və bu onu göstərir ki, prinsip ki, insanlar hal-hazırda ayağının qazancına uyğun yaşamır. Və siz Azərbaycan Top 10 bankını götürsəz, onların xalis mənfəətinə baxsaz, dərəsi 150, 200, 300 milyona qədər xalis mənfəət əldə edir. Yəni ki, bu xalis mənfəət nədir? Onlar aldıqları pulu və verdikləri pullar arasında fərqdir. Yəni ki, faktiki olaraq biz daha yaxşı yaşamaq üçün bu bankerləri bir xeyli varlı edirik.